Rusiyadakı Azərbaycanlıların nəzərinə əcnəbilərlə bağlı bu qaydalar sərtləşdirilir. Rusiyada miqrantlara mənzillərin kirayə verilmə qaydaları sərtləşdirilə bilər. Report xəbər verir ki, bu barədə Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutskinin rəhbərliyi elədiyi bir qrup deputatın hazırladığı qanun layihəsində deyilir. Biz Rusiya Federasiyasının mülki məcəlləsinə Belarus Respublikası vətəndaşları istisna olmaqla miqrantlar tərəfindən yaşayış binalarındakı mənzillərin kirayəsi ilə bağlı tələbləri sərtləşdirən bir sıra düzəlişlər hazırlamışıq deyə Rusiyalı siyasətçi qeyd edib. Sənədə əsasən əcnəbilər artıq yaşayış evi ilə bağlı kirayə müqaviləsi bağlamağa məcbur olacaq. Belə bir müqavilənin müddəti 1 ildən çox ola bilməz. Bundan başqa müqavilədə müddət göstərilməyibsə, o da 1 il müddətinə bağlanmış sayılır. Təşəbbüs müəllifləri qeyd edib ki, belə bir razılaşmanın müddəti hazırda 5 ilə çata bilər.